Invest Akademiyası salamlayır. Bugün ABŞ-ın texnologiya sektoru, buradakı ideyalar və düşüncələr haqqında danışacağıq. Bunu alın, çox qazanacaqsınız tipli bir video olmayacaq. Biz bilirik ki, bazar hərəkətləri qeyri-müəyyəndir. Ancaq biz birlikdə şirkətləri analitik şəkildə qiymətləndirə bilərik. Hazırda hansı aktiv daha çox diqqətə layiqdir? Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Ən çox müzakirə edilən 4 əsas texnologiya şirkəti Nvidia, Google, Apple və Microsoft haqqında danışacağıq. Bu şirkətləri bir-biri ilə müqayisə edəcəyik. Kim nə qədər dəyərləndirir və kimin hansı perspektivləri var. Onları filmimizdə ayrıca cədvələ yerləşdirdim. Bu çox rahatdır və beləliklə müqayisə etmək olar. Biraz da fundamental və texniki analizdən bəhs edək. Kapitalizasiyaya görə sıralama. Ən böyük Apple, ən kiçik Google. Ümumiyyətlə onlar sinif yoldaşlarıdır. Təxminən 2 trilyon dollar kapitalizasiyaya malik şirkətlər. Şirkət qiymətləndirərkən ən vacib olan onun gəliridir. Bu bir aksiomadır. Bizneslə məşğul olan hər kəs bunu yaxşı bilir. Siz milyardlarla gəlir əldə edə bilərsiniz, amma əgər bu zərərlə nəticələnərsə, bunun heç bir mənası yoxdur. Yəni, ən vacib olan biznesin nəticəsidir. Biznesin nəticəsi isə gəlirdir. Bu əsas məsələdir. İndi isə multiplikatorlara nəzər salaq. İlk multiplikator PE, qiymət-gəlir nisbəti. Bu şirkətə ödədiyimiz qiymətin onun gəlirləri nisbətidir. Buradan görürük ki, ən yüksək PE Nvidia şirkətindədir, 33. Bu həqiqətən də yüksək göstəricidir. Sadə dilə desək, bu aktivin özünü qaytarma müddəti 33 ildir. Əlbəttə, bu çox sadələşdirilmişdir. 33 il çox yüksək göstəricidir. Apple və Microsoft çox geridə qalmır. Onların PE 28-dir. Google da gəlirlərini nisbətən ən aşağı qiymətə malikdir. Amma PE özü nisbi göstəricidir və digər parametrlə birlikdə nəzərə alınmalıdır. Növbəti forward PE, gələcək PE. Bu, gələn il üçün proqnozlaşdırılan PE-dir. Hazırki PE şirkətin son 4 rüb üzrə hesabat verilməsi və məsələn, biz 100 dollar qazandıq deməsidir. Biz bu PE-yi artıq keçmiş kimi görürük. Bu artıq o qədər də aktual deyil. Daha vacib olan forward PE-dir. Yəni, şirkətlər satış planlarını açıqlayır, müqavilələrin həcmini nəzərə alır və bazar vəziyyətini qiymətləndirərək gələn il nə qədər qazana biləcəklərini təxmin edirlər. Bu parametr daha vacibdir. Biz bilirik ki, bazar gözləntilərlə yaşayır. Amma bir nüans var, şirkət həmişə öz qoyduğu hədəflərə çata bilmir. Üçüncü nüans isə budur ki, bəzən şirkət planlaşdırdığından daha yaxşı nəticə əldə edir. Bu həm müsbət, həm də mənfi ola bilər. Forward göstəricilərinə görə ən bahalı Microsoft olmalıdır. Onun PE 24-dür. Nvidia isə qiymətdə kəskin şəkildə aşağı düşür, 17-yə qədər. Yəni, hazırki PE ilə forward PE arasında fərq budur. Görürük ki, ən ucuz şirkət Google, Nvidia isə ikinci yerdədir. Apple və Microsoft isə 3-cü, 4-cü yerləri bölüşürlər. Çox vacib bir parametr də var. Bu, şirkətin gələcək nə qədər böyüməyi planlaşdırmağıdır. Nvidia çox sürətlə böyüyən yarımkeçi şirkətdir. Son 5 ildə onun orta göstəricisi təxminən 90% olub. Gələn il biznesin təxminən 26% böyüməsi gözlənilir. Sonraki illərdə isə təxminən 30% böyüməyə proqnozlaşdırılır. Beləliklə görürük ki, Nvidia və Google forward göstəricilərinə görə kifayət qədər ucuzdurlar və buna görə də tez-tez diqqət mərkəzindən düşürlər. Bunlar həqiqətən də güclü və sürətli böyümə göstərən şirkətlərdir. Növbəti göstərici PS, qiymət-satış nisbəti. Bu, kapitalizasiyasına gəlirə nisbətidir. Yəni, şirkətin nə qədər bahalı olduğu və bunun gəliri nə qədər tez ödəyəcəyini göstərir. Yenə də ən bahalı Nvidia-dır. Onun PS-i 18-dir. Apple üçün bu göstərici 6-dan 9-dur ki, bu da nisbətən ucuz görünür və həmişə olduğu kimi ən ucuz Google-dur. Niyə bu göstəricdən qorxmamalıyıq?
Çünki bu Nvidia şirkəti üçün çox yüksək mənfəət marjası nəticəsidir. Onlar xalis mənfəət marjası 55%-dir. Bu həqiqətən də kosmik rəqəmdir. Orta bazar göstərici təxminən 12% olduğu nəzərə alsaq, 55-56% çox yüksək göstəricidir. Yəni, xatırlayaq ki, ən vacib olan gəlirdir. Nvidia kiçik gəlirə baxmayaraq böyük mənfəət əldə edir. Demək olar ki, gəlirlərin yarısı birbaşa mənfəətdir. Buna görə də PS yüksəkdir. Amma bu heç kimi narahat etmir. İnvestorlar Nvidia-nı almağa davam edirlər. Çünki onun gəliri yaxşıdır və belə yüksək mənfəət marjası olan biznes qurmağı bacarmağı həqiqətən də təqdirə layiqdir. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, kanalımızda bu göstəricilərin hər biri haqqında ayrıca ətraflı videolar var. Təsvirdə keçid linki olacaq. Keçid edin, abunə olun və fundamental analiz playlistinə baxın. Ən ucuz şirkət Google-dur. Onun multiplikatoru təxminən 5-5,6 arasındadır. Bu nə deməkdir? Bu o deməkdir ki, şirkətin faktiki mülkiyyətini nə qədər qiymətə ala bilərik. Google, Nvidia, Microsoft və Apple olsun. Onların müəyyən aktivləri var. Binalar, qurğular, proqram təminatı, işlər, bunların hamısının dəyəri var. Məsələn, Apple şirkətinin aktivləri təxminən 300 milyard dollar dəyərindədir. Bu, satıla bilən və ya digər yollarla istifadə edilə bilən dəyərli bazalardır. Yəni, Apple şirkətinin 1 dollar faktiki mülkiyyəti üçün hazırda 41 dollar ödəməliyik. Nvidia üçün bu rəqəm 30, Google üçün isə cəmi 5-dir. Yəni, Google-un 1 dollar faktiki mülkiyyəti üçün 5 dollar ödəyirik. Bu həqiqətən də azdır. Nəzərə alsaq ki, ABŞ bazarında orta göstərici təxminən 2,2-dir. Amma bunlar texnologiya şirkətləridir, sürətli böyümə göstəriciləri və ucuz ola bilməzlər. PC göstəricisi ümumiyyətlə baxmayacaq. FCF, sərbəst pul axını, bütün şirkətlər təxminən eynidir. Bu, şirkətlərin inkişaf üçün və digər məqsədlər üçün nə qədər pul ayıra biləcəyi, yəni kapitalizasiyanın ödəyə biləcəyi göstərir. İndi isə artıq qismən müzakirə etdiyimiz göstəricilərə qayıdaq. Şirkətin biznesin nə qədər perspektivli olduğuna, bazar qiyməti perspektivinin əksidir. Növbəti il üçün proqnozlaşdırılan gəlir artımı. Apple 11%, Microsoft 13%, Google 14% və Nvidia 26%. Bu göstəricilər hazırki qiymətlərə müqayisə etmək çox vacibdir. İldə 20-30% böyümə göstərən şirkət 10% böyümə göstərən şirkətdən əhəmiyyətli dərəcədə bahalı olmalıdır. Çünki indi alarkən bilirik ki, o daha çox satacaq və indi qoyulan pul nə qədər çox olursa olsun, inkişaf etmədən şirkətə qoyulan investisiyadan daha çox gəlir gətirəcək. Böyümə istiqaməti biznesin miqyasını artırmaq üçün planları nəzərdə tutur və burada şübhəsiz lider Nvidia-dır. Hal-hazırda onunla bağlı heç bir dəyişiklik yoxdur. Bu, çox böyük kapitalizasiyaya malik yarımkedçi istehsalçı arasında dünya lideridir. Əgər şirkət biznesin 30%-ni artırmaq planını həyata keçirsə, onun PE təxminən 17 olacaq və bu, Apple-dan əhəmiyyətli dərəcədə ucuz olacaq. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə. Bugün biz ən çox maraq doğuran 4 əsas texnologiya şirkəti haqqında danışdıq. Fundamental göstəriciləri xatırladıq. Bugünlük bu qədər. Fikirlərinizi şərhlərdə yazın. Telegram kanalımıza qoşulun. Hamınıza uğurlu investisiyalar arzu edirəm. Sağ olun.